Əziz tamaşaçılar, biz artıq gəldik Bahar xanımla. Bahar xanımın böyüdüyü bir nömrəli internata. Hər dəfə anam belə Sumqayıta gələndə düz içəri girmirəm. Çünki çox adam olur filan. Maşını böyle burada saxlayıram. Çox yox, 10 dəqiqədə olsa sadəcə baxıram bura. Bu günləri sənə sürprizlər hazırlamışam. Bax, o ilk sürprizimi deyim. Əsas sürprizimiz verilişin axırında olacaq. İzləsinlər tamaşaçılar. Bu sürpriz sənin qan bağlılığındır. Amma bu indi təqdim edəcəyim sürpriz isə uşaq ikən bu internatda böyüdüyün dostlardır. Dostlar Qardaşlarındır. yox, bacı qardaşlar da onlar. Mən onlara dost deyə bilmərəm. Çünki onlar da mənə o cür yanaşırlar. Biz burada o qədər mehriban olmuşuq ki. O zaman gəl gedək sənə həmin ərəfədə qardaşlarınla səni görüşdürüm. Bunlara mən qurban olum. Onlar məni heç tək qoydular ki, 26 ildən sonra onları tapmışam və onlar hər zaman yanımda. Ulan o keçən bəlkə də indi daha kövrəlməyin yeri yox. Bisetkada nəyi xatırlayırsınız burada? Bu bisetkada birinci sinifdən də yedim, birinci sinifi. Birinci sinifdən mən bura gələndə belə bir sıxıntı. Baba burada oturmuşdum təzə yanımda. Heç kəsə tanımırdım eləmi. Yəni ilk qədəmlərim burada olub məktəbdə. Sonra Bahar xanım onda məndən biraz aralıda oturdu. Mən elə xatırlayıram. Elə mən də onu xatırlayıram. Burada oturub bütün uşaqların gözü baba o qapıda idi. Ki görüm indi gələcəklər. Çünki bizim çoxsumuza deyirlər ki, bura gətirəndə. Otur burada 1 saata gələrlər. O 1 saat görürsən ki, 1 ay çəkir, 2 ay çəkir, 1 il çəkir. Amma elə oturursan elə gözün o qapıda da ki, indi gələcək, indi gələcək. Nəmi elənsinə elə bu uşaqlarla əvvəlcə hamı bir-birinə yad olur. Sonra özün də bilmədən doğmalaşırsan da burada. Özün də bilmədən, heç bilmirsən ki, o proses necə baş verdi ki, zaman doğmalaşdın. Mənim bir mahnım var idi. Hətta onu burada çəkmişəm. Mahnının adı belədir. Səni itirməkdən yaman qorxuram. Və sözlərində bu var. Sən dedin bir-birimizə doğmalaşırıq. Özüm də bilmədən bağlandım sənə. Bilmədim düşərəm hicranlı çənə. Bizdə orta məktəbdir də. Üzbözümüzdə orta məktəbdir. Bizim pəncərəmiz də məktəbə baxır. Uşaqlar valideynlərlə keçir. Biri marojna yeyirdi, biri sadəcə baxırdı. Məsələn, 10 qəpik marojna nədir? Ona görə yazıq. O valideynlərə ki... Sən ağlamadı, alım gətirim sənin üçün marojna da, nə olur? Yazıq o uşaqlara ki, onların yəni günahı olmadan hansısa çətinliklər çəkirlər. Ona görə mən kasıb ailə görəndə bacardığımı, demirəm mən var dövlət verirəm. Amma bacardığımı, o marojnanın bulkunun həsrətini, 20 qəpikli bulkunun həsrətini çəkən olmuşuq. Yəni onu da alıb vermək elə bilirəm ki, böyük bir şeydir. Şimdi Bahar xanım o qədər çətinliyə baxmayaraq, həmişə fikrində oxumaq olub. Həm deyirdi ki, uşaq vaxtı həmişə böyüyəndə mən də tanınmış müğənnilərdən olacaq. Yəni, çətinliyin içində o ilə belə yenə öz istədiyinə şükür Allaha böyük nail oldu. Peşman deyirik burada böyümüzə həqiqətən. O elə bir ki, bizə daha da bir yaxşı bir həyat məktəbi oldu həqiqətən. Ağır acı olub, amma saf olub da. Yəni nə olub o olub. O vaxtı biz ayaqqabının geyimin brendini bilmirik. Sadəcə bilirdik ki, o ayaqqabıdır. Sinir şənliklərinə gəlirmi Bahar xanım? Gəlir. Bu yaxınlarda bir sinif yoldaşımızın oğlunun toyu oldu, Sədaqət xanımın. Həmin toyda gəldi, iştirak elədi. Allah kömək olsun. Yəni, bir-birimizin xeyrində, şərində yanındayıq. Amma siz inanın, Loğman, o qədər bugün pis oldum. Nə üçün? Mən artıq bir dənə Siz burada kim çatmır? Demişəm ki, Burada min anamız çatmır. Allah rəhmət. O Əmrə burada oturur. ay sağ ol, bizdə belə, sizdə ki, bir yığılırdıq başına.
Bizə çox yaxşı analıq edib, çox yaxşı insan olub, çox yaxşı müəllim olub. Artıq bir ildə o mənə zəng eləmir. Mən telefonumu götürməyən kimi oğluma zəng edirdi. Bahar niyə götürmür? Bahar hardadır? Necədir? Nə olub ona? Çünki mənim o müğənni olmağımda da onun bir abası da əziyyəti çox olub. Allah rəhmət. Bugün olsa çox darıxdım. Gəldi müəllimə dedi ki, buna. Dedi, dərsi bilirsən? Dedi, yox. Dedi, bən nə zümzüm edirsən? Sən məzun müğənni olmuşsan. Bu da ağladı. Yadıma gəlir. Sonra gəldim, mən dedim ki, ağlama, sən müğənni olacaqsan. Mən heç vaxt nə keçmişimi danmaram, unutmaram. Kim mənə nə deyərsə, kimsə mənim haqqıma girərsə, mən yenə də heç nə demərəm, çünki qorxuram. Sadəcə deyirəm ki, bir qəlbimə toxunan bir şey varsa, onun izahını verə bilərəm, amma vermirəm. O insanlara da demək istəyirəm ki, qoy Allah sizin qəlbinizə rəhm salıb, ürəyinizə görə versin. Yəni, ən azından məni başa düşmək üçün, mənim yaşadığımdan bir damcı yaşayasınız. Bu gec tez olur. Heç kəs deməsin ki, olmur. Vallahi, billahi olur. Və mən qardaşlarımla, bacılarımla da bir yerdə bizə Allahın yazdığı həyat hekayəmizə görə Hamd olsun Allah. razıyıq. Bax, bu saniyəmizə şükür olsun. Ən azından hamısı çox gözəl övladlar böyüdü. Rustanın övladı bugünkü gün İncəsənət Universitetində oxuyur. 4-cü kursdadır. Mən BBC-də bacardığımı eləyərəm, indən belə də nə olarsa. Nazimdir, onun övladı çox gec olub, 20 ildən sonra, amma indi artıq böyüyürlər. Loğmanın da ki, qızları, üç qızı, bir oğlu var. Yəni, hamısı, o birisi bacı qardaşlarımızın da, hamısı çox gözəl övladlar böyüdürlər. Yəni, tərbiyəli övladlar böyüdürlər. Səni uşaq, sən bizdən uzaq düşdün artıq. Səni yerlər apardı, ya soyuq əllər apardı. Bahar soyadını daşıdığı doğması ilə barışacaqmı? Soyadını daşıdığın, qan bağı olan yaxının kimdir? Müğənni atasının hədiyyəsini qəbul etmədi. Hər şey bitdi. Məktubunu cırdı. Birazdan olanlardan hamı danışacaq. Saxladım mən. Mən gimnaziyanın təsərrüfatçı direktoruyam. Rızayı Əliyar. Gözünün qabağında böyümüşəm. Əliyar müəllimimiz, Əliyar dayımız, atamız, belə deyək də. Çünki baxın, burada bütün uşaqlara necə nəzarət eləyir. Görün nə qədər əsəbləri korlanır. O uşağa deyir, ay uşaq bunu belə eləmir. Bahar xanım uşaqlığı necə xatırlayırsınız? Bahar xanım balaca qarayağız bir qızı idi. Qaraşın bir qızı idi. Bunların da sinif rəhbəri Mükərrəmə. Eləmədim, Allah rəhmət eləsin. Mükərrəmə idi. Məkanı cənnət olsun. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Bahar xanımın anası idi. Yəni, belə götürəndə mənə anası idi. Həmişə Bahar xanım qoruyurdu, uşaqlayırdı. Bəs Bahar xanımın doğma valideynlərini görmüşdünüz siz burada? Yox, valideynini Yox, müəllim görməyib. mən görməmişəm, amma Çünki çox az hallarda. mənim yoldaşım görərdi onu, Şəhsə müəllimi görərdi. Bəli, görübdür. Şəhsə müəllimə görərdi, həmişə mənə deyirdi ki, anası gəlirdi, Özdə, harada işləyirdi? Burada şeydə... Sanatoriyada, energetika sanatoriyasında qarolçu olurdu. Qarolçuydu. Artıq gəldik yeməkxanamıza. Yeməklərimiz düzülürdü. Təbii ki, elə uşaq var idi, yeyirdi, elə uşaq var idi, yemirdi və düşünmürdük ki, biz bunu yeməsək, günorta yeməyinə qədər acısan heç nə tapmayasın. Və mən də o uşaqlardan idim ki, səhər yeməyini digər uşaqlar kimi, bəzi uşaqlar kimi yeyə bilmirdim.
gündüz tələffüz vaxtı bir ağac var idi. Ağacın çox qəribə bir yarpaqları var idi. Onu seyrirdim ağacdan, yeyirdim. Çünki hiss edirdim ki, mədəm yəni acımışam, onu hiss edirdim. Ona görə bugünkü gün gözümə heç nədən doyum oldu. Çox şey xatırladır. Bura mən nə qədər danışsam, bəs eləməz. Yəni, yenə deyirəm, məni anlamaq üçün mən olmalıdırlar. Bahar, bax, bu günləri sənə sürpriz elədik. İnternetdə böyüdüyün uşaqları gətirdik. Amma bu sürprizin ardı var. Yəni, tamaşaçılar gözləsin. Verilişin sonunda Bahar xanıma həqiqətən bu günə qədər heç bir televiziyada göstərilmir. Bax, mən internet bacı qardaşlarıma görə səndən heç narazı ola bilmərəm. Çünki mən onlarla bilirsən, dedim sənə, görəndə də uşaqları, dedim mən zaten onlarla mütəmadi görüşürəm. Sən də sağ ol ki, bir daha bunu etdin. Çünki xatırlatmaq, mənə elə gəlir, xatırlamaq da... Amma internetdəki bacı qardaşlarla qan bağlılığın yoxdur, soyad bağlılığın yoxdur. Amma bugün... Amma inanırsınız ki, o qan bağlılığından qat-qat üstündülər. Bax, bunu çəkinmədən deyirəm. Mənim qardaşım da məndən burada böyüyüb. Bir bacı, bir qardaşım, genetik qardaşım. Onunla, buradakı bacı qardaşlarımla da, yəni bir olmuşuq, bir böyümüşük. Bahar, bax, illərdir mən səni tanıyıram. Bəlkə bir çox tamaşaçılar bilmir, bir meyvə gətirmişəm bu günləri əlimdə. Burada deyirlər ki, kimdir müqəssir, kimdir günahkar. Atın Baharın boynuna. Deyin özün sən. Ay, sən bilmirəm, bundan sonra mənə sürpriz göstərəcəksən. Əslində o sürprizi göstərməyi özüm də həm sevinirəm, həm çəkinirəm. Mən bil, bax, mən səni çox istəyirəm. Yalçın, 2 balam var. Yəni, onların da canından deyirəm ki, Xətrivi çox istəyirəm. Var ol, əzizim, qarşılıqlı. Amma mənə xoş olmayan bir şey olarsa, yəni, bu əziyyətimiz yerə dəyər. Bilin ki, yəni, o barədə yerə dəymək yox. Yəni, o hissəni qoymaram çəkməyə və gedərəm. Bahar, buranın yeməkləri üçün darıqlıysan mı? Yox. Çünki çox yer bilmirdim. Ona görə həmişə deyirəm ki, acılıqdan qorxuram. Soyuqdan qorxuram, acılıqdan qorxuram. Bugün mənim anamın günahı olmadığını bilirəm. Anamın günahı yoxdur. Yəni, özüm xanım olaraq anamı düşünüb demirəm, ha. Mən burada böyüyən uşaqların əksəriyyətinin analarını tanıyırdım. Onlar da mənim anamı tanıyırdı. Bizim analarımızın günahı yoxdur. Bəlkə atanın da günahı olmayıb. Nəyin baş verdiyini görmüşəm. Bilirəm, yaşamışam. Amma çox şey, ata haqqında çox şey danışmayaq. Bahar xanım, verişin axırını gözləyək. Gözləyək, amma mən sözümü dedim. Birdən ürəyimcə olmaz. Yəni, məni onda bağışla, məndən yəni incimə.